Yaxın Şərqdə aramsız atəş səsləri, İran yenidən dünyanın diqqət mərkəzindədir. Ətraflı süjetimizdə. Yaxın Şərq son 3 gündür dünyanın diqqət mərkəzindədir. İsrailin İrana qarşı geniş miqyaslı hava hücumları və İranın cavab tədbirlərinin gücləndirilməsi vəziyyətin kəskin şəkildə pisləşməsinə səbəb oldu. Qurbanların sayı kəskin şəkildə hər saat artır. Ən faciəli hadisələrdən biri İranın cənubundakı Minab şəhərindəki ibtidai məktəbə hava hücumu idi. Rəsmi məlumatlara görə nəticədə ən azı 100-150 nəfər həlak olub. Hadisələr dünyanı siyasi gündəmə gətirib. Dünya liderləri böhranın regional və qlobal siyasi və iqtisadi qeyri-müəyyənlik yaradacağını bildiriblər. Ölkələr inanırlar ki, qarşıdakı günlərdə qəbul ediləcək qərarlar qlobal sabitliyi müəyyənləşdirəcək. İran həmişə diplomatik danışıqlara açıq olub. Amerikalılardan fərqli olaraq bizim çox yaxşı tariximiz var. Danışıqlar aparmaq əvəzinə onlar hücum etmək qərarına gəldilər. Bu müharibədə qalib yoxdur. Onlar məqsədlərinə çata bilmədilər. Bir liderin ölümü rejim dəyişikliyi demək deyil. Onlar bunu edə bilməzlər. Nəticələri sabah və ya o biri gün yeni bir liderlə görəcəksiniz. Biz qonşularımıza hücum etmirik. Amerika hədəflərinə hücum edirik. Qeyd etmək lazımdır ki, İranda diktator rejiminin devrilməsi Ayətullah Əli Xameneyinin məhvi ilə başladı. Hazırda hökumətdə müvəqqəti şura fəaliyyət göstərir və yeni liderlərin seçilməsi prosesi gedir. Əhalinin müəyyən bir hissəsi bu xəbəri sevinclə qarşılayır. Digər bir hissəsi isə kədərlənir. Birləşmiş Ştatlar prezidenti Donald Trump əməliyyatların İranın nüvə ambisiyalarının qarşısını alma və hərbi qeyri-sabitlik mənbələrini azaltmaq məqsədi daşıdığını bildirib. İsrail də həmçinin cavab əməliyyatlarına hazırdır. Biz repressiv rejimin onlarla yüksək vəzifəli məmurunu məhv etdik. Qüvvələrimiz hazırda Tehranın mərkəzində getdikcə daha intensiv şəkildə zərbələr endirir. Bu qarşıdakı günlərdə daha da güclənəcək. Bunlar ağrılı günlərdir. Dəyərli Fələstinlərimizi itirdik. Varlığımızı və gələcəyimizi qorumaq üçün İsrail Müdafiə Qüvvələrindən əvvəlkindən daha çox istifadə edirik. Amerika Birləşmiş Ştatları bu işdə iştirak edir. Ordu iştirak edir və bu kombinasiya bizə 40 ildir etmək istədiyimizi etməyə imkan verir. Dünyanın indiyə qədər gördüyü ən böyük, ən mürəkkəb və ən güclü hərbi hücum əməliyyatlarından biridir. Döyüş əməliyyatları tam sürətlə davam edir. Bütün məqsədlərə çatana qədər davam edəcək. Bizim çox aydın məqsədlərimiz var. Bütün İran vətənpərvərlərinə səslənirəm. Bu anı ələ keçirin, ölkəni geri alın. Amerika sizinlədir. Yaxın Şərqdəki vəziyyət son dərəcə gərgin olaraq qalır. Ekspertlərin fikrincə, dünya liderlərinin diplomatik danışıqlar apara biləcəkləri və nə qərar verəcəkləri sual altındadır.